Bir daha Allahın salamı olsun. Sizə bir şey açıqlamaq istəyirəm. Belə bir sual yönlənibdir. Bəqərə surəsinin 72 və 73-cü ayələrində bir ifadə var. O ifadəni istəyirəm tam olaraq ələ alaq. Ayə 67-dən bəri baxıldığı zaman açıq şəkildə görürük ki, Yahudilərin bəziləri Allahın elçisi olan Musaya yaxınlaşır və ona deyir ki, liqovmi biqovmi və izqalə Musa liqovmihi. Deməli, bu qövmü Musa öz qövmü üçün dedi ki, İnnallaha ya'murukum an tazbahu baqaratan. Sizdən bir inək kəsilməsini istəyir. Qalu atattaqizuna huzvan. O da onlar da deyirlər ki, sən bizə ələ mi salmaq istəyirsiniz? Ələ mi salırsan? Bu da deyir ki, əuzu billah, mən Allaha sığınıram, Allaha əsaslanıram, Allahın qorumasına girirəm ki, cahillərdən olmayayım deyə. Yəni, cahillərdən olmaqdan Allaha sığınıram bir ifadə işlədir. Bu şəkildə bir məsələ olur. Yəni, bunlar 73-də mübahisə ediblər, baxırıq, görürük. Bir nəfər qətlə yetirilib və bu qətlə yetirilən şəxs üzərində mübahisə edib Musaya yaxınlaşıblar və Musa onlara inək kəsilməsini istədiyi zaman sən bizi ələ mi salsan? Yəni, bizim bir mübahisəmiz var ortada, bir nəfər qətlə yetirilib. Bunun öldürülməsi kimin, hansı toplum, hansı adamın tərəfindən baş verməsini bildirilməsi lazımdır. Sən mənə deyirsən, bir inək kəs. Yəni, bunu ələ salınmaq kimi anlayırlar. Amma mövzunun nə qədər ciddi olduğunu Musanın dalınca mən cahillərdən olmaqdan Allaha sığınıram ifadəsindən Allah ortaya qoymuş olur. Bu zaman bu toplum məsələnin ciddiyyətini anlayır. İndi bunların hamısını inşallah detaylı ələ alacağım. Bəziləri elə başa düşür ki, inəklə Allah orada kiməsə vurub. Düzdür, bu Allahın qüdrətidir. Allah istəsə heç o vurmasa da onu dirildə bilərdi. Amma biz məsələyə Qur'anın özünün kontekstinə bağlı bir şəkildə yaxınlaşacağıq və Qur'anında elə bir formada ayətlər bir-birini açıqlayır ki, biz ora ehtiyac yoxdur ki, biz şəxsi fikirlərimizi soxaq. Yəni, birincisi, bəri başdan bunu deyim ki, inəyin əti ilə ölü diriltmə prinsipi, düşüncəsi Allahın sünnəsində yoxdur. Bu, belə bir şey olmur orada, bu da ölü. Və özünüz də görəcəksiniz həqiqətən də ki, burada bir, belə deyək də, kiçik görünən bir şeyi diqqətsizlik eləyərlər, qaçırırlar nəzərdən və çox böyük xətaya yol verirlər. Biz bunu inşallah bu səs yazmamızda ortaya qoyacağıq. Bu zaman, məsələn, təsəvvür edin ki, bir nəfər vəfat eləyibdir. Sizin beyninizdə bir səhnə yaradaq. Bir nəfər vəfat edib, qatili bilinmir, yəni öldürülən kəslər bilinmir və siz bu qatilin bilinməsi üçün onlardan bir şey istəyirsiniz. İstər-istəməz təbii olaraq bu cinayətin üstünün açılmasını istəməyən adamlar başlayacaq bəhanə ürətməyə. Müəyyən suallar verərək işin içindən qaçmağa çalışacaqdır. Amma cinayətin üstünün açılmasını istəyən adamlar sənin tələb etdiyin şeyi edəcəkdir. Bu, psixoloji olaraq əslində qatilin kim olub, olmaması verilən bu istək üzərindən bəlli olur. Qalu ud'u lana rabbaka yubayyin lana ma hiya. Onlar dedilər ki, Rəbbini bizim üçün dəvət elə, çağır, bizim üçün bəyan eləsin, o nədir? Hiyə, o bəqərə nədir? Necə bir inəkdir? Qalə innehu yəqul, həqiqətən Musa da dedi ki, həqiqətən Allah deyir ki, həqiqətən o bir bəqərədir ki, la farizun və la bikrun, nə çox yaşlı deyil, nə çox cavan deyil, avanun beynə zəlik, bu ikisinin ortasındadır. Fəf'al ma tu'marun, sizə əmr ediləni yerinə yetirin deyir. Başa düşün. Amma bunlar yenə yetirmir. Və qalu ud'u lana rabbaka yubayyin lana ma launuha. Dedilər ki, çağır Rəbbini bizim üçün desin, bəyan eləsin, açıqlasın. Onun rəngi nədir? Dedi ki, Musa da dedi ki, həqiqətən o deyir ki, o saf sarı bir inəkdir ki, faqin launuha, yəni tüm sarı bir inəkdir ki, təsərrüən nazirin, baxanlara xoş təsir eləyir. Xoş təəssürat buraxan bir sarılıqdadır.
Yəni sarı var, sarı var. Bu elə bir sarıdır ki, baxanların xoşuna gəlir. Və 70-ci ayətə gəlir. Qalu du'u lana rabbaka yubayyin lana ma hiya innal baqara tashabaha aleyna. Yenə deyirlər. Bundan da kifayətlənmirlər ki, Rəbbini əslində birinci kəlmədə desəydilər, hər hansı bir inəyi kəsə bilərdilər. Rəng önəmli deyildi. Qocalığı, cavanlığı önəmli. Amma hər dəfə sual verdikcə işlər də ağırlaşır. Biz buradan, düzdür, mövzumuzla əlaqəsi yoxdur. Bunu da anlayırıq ki, ilahi hökmləri çox da sorğulamayın. Məsələn, Allah deyirsə üzünü yu, sən durub dərinliyinə girib necə yuyum, sağla mı yuyum, solla mı yuyum, bir dəfə mi yuyum, iki dəfə mi yuyum, üstdən aşağı mı yuyum, üstdən yuxarı mı yuyum. Bu kimi şeylər sənin üçün neymətdir. İstədiyin kimi yu. Amma sorğuladığın zaman əmir gəldi ki, sağla yu, deməli sonla yuyanmazsan. Desə ki, üstdən aşağı yu, üzünü yuyandı, əlini yuxarı qaldıramazsan. Aşağı yuxarı ilə ancaq üstdən aşağı çəkmək lazımdır. Bir dəfə yu, iki dəfə yuyanmazsan. Niyə işi çətinləşdirək ki? Bunu da anlamış oluruq. Başa düşdünüz nə demək istədiyim? Yəni Maidə surəsi 101, 100-cü, 101-ci ayələrə baxdınız, sorğulamaq olmaz. Çox da nə başa düşdünsə də deməli odur. Allah lazım olsa detaya girər. Girmirsə sən də girmə. Aydındır. İndi burada baxırıq ki, bunlar yenə də sorğuluyur. Əslində sorğulamaq, sorğulayan tərəfin, bu cür şeyləri tələb edən tərəfin qatil olduğunu zaten ortaya qoydu. Psixoloji olaraq bir şey istəndi. Onlar bunu etmədilər. Etmədikləri təqdirdə də sorğu-sual verərək məsələni uzadıb işin içindən çıxmağa çalışırlar və bizə aydın olur ki, əslində bunlar qatildirlər. Öldürəni bunlar öldürmüşdür. Amma davam edir. Allah deyir ki, burada ayətində bizə bildirir ki, onlar dedilər ki, inəklərin hamısı bir-birinə oxşuyur. Sən bizə bəyan, Rəbbini dua ilə çağırsın, bizim üçün bəyan eləsin ki, o nədir? Məhiyə, yenədir. Yəni necədir? Burada xüsusiyyət baxımından soruşurlar. Fiziki şeyi qutardılar. İştək baxımından və inəklərin hamısı bir-birinə oxşayandır. Yəni bu dediklərin şeyin bir-birinə oxşar tərəfləri var. Yəni tünd sarı, xoşuna gələn, çox qoca olmayan, çox da cavan olmayan ortasındakı inəklər var və bir-birinə bənzəyəndir. Yenə bəyan eləsin ki, bu bənzərliklərin içində bənzərsiz analogu olmayan bir təkini desin bizə. Aydındır. O idi ki, və innə inşəallahu la muhtadin. Şübhəsiz ki, Allah uyğun görsə, biz istiqamətlənərik, yönələrik. Bunlar əslində bu hərəkətlərindən istəyirlər ki, bu məsələ burada bağlansın, getsin. Yəni yeni bir ayə gəlməsin, amma Allah dayanmır. Dalınca bir dənə ayə gəlir. Qalə innəhu yəqul. Musa dedi ki, o deyir ki, həqiqətən o bir inəkdir ki, la zəlulun tusirul ərs və la taskal hərs. O nə yer şumladılıb, zəlil buraxılmayıbdır, yəni zəif düşürülməyibdir, aşağılanmayıbdır. Nə də əkin suvarılmayıbdır ondan. Yəni əkinə su vermək üçün o inəkdən quyunun başında fırlanmaq kimi o su çıxsın deyə o cür bir şeyə qoşulmayıbdır. Bu bir. İkincisi, musalləmətən lə şiətə fihə. Onda da heç bir ləkəsi də yoxdur. Tam ləkəsizdir, qusursuzdur, salamatdır. Musalləmətən, yəni tam salamatdır. Yəni buyumuzu qırıq deyil, hansısa bir qusuru da olmamalıdır, ləkəsiz olmalıdır. Bu daha da işi çətinləşdirir. Qalu lə'anə ci'tə bil-haq. Deyir, onlar dedilər ki, indi haqq bizə gəldi. Fəzəbəhuhə, onu kəstilər. Və mə kəd yəf'alun. Amma az qaldı ki, etməsinlər. Bu etməsinlər sözü yadınızda saxlayın. Elədilər, üzə düşdülər. Amma etmək az qalırdı ki, etməsinlər. Yenə də bundan sonra da etməmək istəyirlər, amma da etdilər. Məsələ burada bitir. Söhbət burada qutarır. İndi keçirik 72 və 73-cü ayənin təhlilinə. Buradan o tərəfə, mən bunun əslində bir məqaləsini hazırlamışam. İstəyənlər olsa, onu onlara ataram. Özləri də həmən məqaləni bu sualı verənlər üçün paylaşa bilərlər. İndi məsələni dəqiqliyi ilə ələ alaq. Gəlin Bəqərə 72 və 73-ü tam detayına girəyim. Bəqərə surəsi 72 və 73-cü ayələrində diriltmə məsələsi inək əti möcüzəsimi, yoxsa ilahi dirilmə prinsipinin tədrisimi, yəni dərsimi var? Bunu başlıq götürmüşəm
Mənim məqaləmin başlığı budur. İndi mövzuya girək. Bəqərə surəsinin 67 və 73-cü ayələri ən çox yanlış anlaşılan Qur'ani pasajlardan biridir deyir. Demişəm. Ənənəvi oxunuşda bu ayələr İsrail oğullarına kəsdirilən bir inəyin ətinin ölüyə vurulması ilə ölünün möcüzəvi şəkildə dirildiyini iddia edir. Və bunu hədis adı altında danışırlar. Hətta kinosunu, filmini də çəkiblər. Lakin bu yanaşma həm qrammatik, həm kontekstual, həm də Qur'anın öz daxili izah sistemi ilə ciddi ziddiyyətlər yaradır. Niyə? Deyək. Bu məqaləmizdə göstərəcəyik ki, Bəqərə 72-73-də məqsəd inəyin əti ilə sehirvari diriltmək deyil, ölünün öz bədənindən ayrılmış hissəni vasitəsilə dirilmə prinsipini göstərilməsi ortaya çıxır. Və bu yolla həm cinayətin ifşası, həm də Allahın ölüləri necə diriltdiyini izah edən ümumi ilahi metodun tədrisi ortaya çıxacaqdır. Bu ayətdə bu dediyim iddianı şəxsi fikrim olaraq yox, digər ayətlər ortaya qoymalıdır. Kimsə deməsin ki, Xəyyam bunu öz nəfsinə görə yazdı, həvasından danışdı. Davam edək. 1. Hadisənin əsl mövzusu inək yox, qətildir. 72-ci ayə belə başlayır. Və iz, baxın, 67'də və iz bir zaman demişti. Burada da və iz deyə yeni bir mövzu açılır. Və iz qətaltum nəfsən, bir zaman siz bir nəfsi qətlə getirmişdiniz. Tamam. Fəddarətum fiyhə. Və fiyhə şəxs əvəzliyi. Burada hə var, fiyhə. Və bunu yadınızda saxlayın bu sözü. Bir nəfsi öldürmüşdünüz. Bir nəfsi, yəni şəxsi özü öldürmüşdünüz və onun barəsində, fiyhə nədir? Onun barəsində fəddarətum, bir-birinizlə çəkişirdiniz, mübahisə edirdiniz. Burada diqqət çəkən məqamları gəlin baxaq. Ayənin mərkəzində inək deyil, qətl edilmiş bir nəfs dayanır. 1. Zamiri fiyhə sözündəki fiyhə kəlməsindəki, ədatındakı hə zəmiri, yəni o, özü jinski rod, yəni cinsi müənnəsdə gəlibdir, müzəkkərdə deyil. Hə, o zəmiri, muttasil olan, bitişik olan hə zəmiri birbaşa nəfsən sözünə qayıdır. Ayənin sonunda Allah belə buyurur. Vallahu muxricun mə kuntum təktumun. Allah gizlətdikiniz o şeyi aşkara çıxarandır. Aşkara çıxarandır. Yəni Allah, bunlar bir şeyi gizlətmişlər, onu aşkara çıxarmağı təqdir etmiş, iradə etmiş. Bu hadisənin məqsədinin möcüzə nümayişi deyil. Baxın, xahiş edirəm. Burada möcüzə deyil. Qatilin və gizlədilən həqiqətin üzə çıxarılması olduğunu açıq göstərir. İnəyin kəsilməsi isə psixoloji və ictimai bir sınaqdır. Qatil və ya qatillər bu əmrin icrasını istəmədikləri üçün işi uzadır, bahanələr gətirir və bununla özlərini nə etmiş oldular? İfşa edirlər. Çünki istəkli deyirlər. 73-cü ayədə zalimlərin bu işi etməmələrini zaten 67-dən bəri gördük. Amma 73-cü ayədə biz bunun gizlədildiyini eşitdik. Ayət bizə dedi ki, Allah sizin gizlətmiş olduğunuz şeyi ortaya çıxartmaq istəyir. Aşkara çıxartmaq istəyir. İndi diqqət etməliyik. Burada önəmli nəyə? Şəxs əvəzlikləri hara işarə edir, ona diqqət eləməliyik. Yanlış burada baş veribdir. 73-cü ayədə zamirlərin qrammatik analizini ələ aldıqda
Biz baxırıq, görürük ki, ayə nə deyir? Fəqulnə idribuhə bi ba'dihə. İki dənə zamir var. İdribu, hu, axırında keçən bir mujiskoy, yəni müzəkkər zamir gəlib. Bir də arxasınca bi ba'zihə, orada hə zamiri var. 73-də iki dənə zamir var. İndi bura diqqət edək. 72-də nə demişdi? Fihə. Hə qayıtdı orada nəfsə. Düzdür? İndi dalınca baxaq. Ən kritik nöqtə bu ayədəki zamirlərin hara qayıtmasıdır. İzribuhu sözündə, darabə sözündə axırında gələn hu, yəni onu, buradakı hu zamiri qrammatik olaraq hara qayıdır? Həm də ki, belə deyək, kontekst baxımından məktula, yəni öldürülmüş nəfsə qayıdır. Məktul qətlə yetirilmiş cinsi müzəkkərdə olduğuna görə İzribuhu vurulan şeyin, indi vurulan deyirəm çünki ən məşhur anlamı darabənin vurulan olaraq bu götürülür. Amma biz burada vurulan mı, yoxsa vurulma anlamıdır mı, yoxsa nədir, onu da anlayacağıq inşallah. Deməli, darabə sözü hu işarəsi ilə qaytarılır nəyə? Məktula. Ona görə məktul qətl edilmiş müzəkkərdə olduğuna görə, kişi cinsində olduğuna görə hu ilə gəlir. Buradakı hu zamiri həm qrammatik olaraq, həm də kontekst baxımından məktulu, öldürülmüş nəfsə qayıdır. Bu mübahisəsizdir. Yəni, heç kim burada ənənəvi dində mübahisə eləməyibdir. Amma mübahisəli yan haradır? Bir bə'zihədəki hə ədatının qayıtmasıdır. Onu hara qaytarırlar? Mübahisə burada çıxır. Sünnülər də, şiyyələr də, ənənəvi dinlə adamları da buradakı həni inəyə qaytarıblar. Ən böyük yanlış burada çıxıb ortalığa. Ona görə bəziləri dinimizi ələ salır, bəziləri gülüş obyektinə çevirir ki, ətlə ölüləri döyəcəyik. Qiyamət günü Allah ətlə ölüləri döyüb dirildəcəkdir deyə gülünç obyekti yaradırlar və haqlıdırlar da, qınamıram onları. Çünki bu imkanı onlara bu cür tərcümə edən, xətası edən şəxslər və buna inanan toplum yaratmışdır. Ayədədir ki, bir bəzihə olan, o bəzihədəki onu bir hissəsi ilə, onun bir hissəsi ilə sözündəki hə ədatı ənənəvi oxunuşda hə zamiri inəyə qaytarılır. Lakin bu yanaşma bir neçə səbəbdən problemlidir. 1. Ayənin əsas mövzusu artıq nəfsdir. İnək isə əvvəlki pasajda sınaq vasitəsi kimi qalıb. 2. Qur'ani üslubda zamir, yəni qrammatik baxımından zamir ən yaxın və aktual ismə qayıdır. 2. Ən yaxındakı da nədir? Nəfs kəlməsidir. Çünki bundan qabaqda fihədəki həni nəfsə qaytarmısansa, ondan sonra gələn həni necə inəyə götürə bilirsiniz? Yəni, amma bunu deyək ki, qrammatika bilməyənlər bu səhvi edə bilir. Amma siz nətər edə bilirsiniz bu səhvi? Allah xətaya yolu verirmi? Burada qrammatik xəta var axı artıqca. Davam edək. 3. 72-ci ayədəki fihə zamiri açıq şəkildə nəfsə qayıtdığı halda ardınca gələn ayədə zamir yenidən inəyə qaytarmaq qrammatik qırılma yaradır. Bu səbəblə daha tutarlı oxunuş belə olmalıdır. Biz dedik onu, yəni ölünü, məktulu, onun özündən olan bir hissə ilə vur, təmas etdir. Vur sözü əslində burada darabə kəlməsini istəyənlər açsınlar, lüğətlərdə baxsınlar. Darabə sözü bir şeyi bir şeyin üstünə qoymaq, bir şeyi bir şeyin üzərinə yerləşdirmək anlamındadır. Yəni, anladınız mı? Hətta adam ayağını torpağın üstünə yerləşdirir, davamlı olaraq o darabəni səfər anlamı ilə oradan götürürlər. Bir məsələni anlatmaq üçün onun üzərinə bir məsələni yerləşdirdiyinə görə Allah misal vurmağı darabə ilə ortaya gətirib qoyur. Darabə sözü bir növ bir şeyi götürüb bir şeyin üzərinə yerləşdirməyi bildirir.
Anlaşıldı ne demək istəyirəm? Bunun mən hardan istəsəniz indi əldə olan bu dəqiqə istəyən adamlar tez tapa bilər, girsin PDF formatını yükləyə bilər. Müfrədat, muğnə yazsınlar, Quran kavramlar sözlüyü yazsınlar. Orada darabə sözünün kök anlamı bir şeyi bir şeyin üstünə vurma və ya sabitləmə anlamını gətirib qoymuşdur. Müfrədat bunu açıq şəkildə Arabçada pək çox bu kəlmənin bir çox iş üçün işləndiyini, bu feilin anlamı haqqında verilmişdi. Aydın oldu. Vurulan və ya sabitlənən şeyə görə dəyişir bu. Aydındır nə demək istədiyim? Bu sözün yəni qrammatik olaraq darabəni anladıq ki, fiziki bir şeyə vurmaq məqsədi yox, yerləşdirmək anlamı ilə da işləyə bilir. Tamam, buranı anladıq. İndi qaydaq mövzumuzun özünə. Darabə feilinin mənası vurmaq, tətbiq etmək, bir şeyi bir şeyin üzərinə yerləşdirmək. Misal üçün, ağacın ortadan qırılıb. Qırılan hissələri bir-birinə yerləşdirib, eyni qırıq hissələrini otuzdurub, kileyləyib yapışdırırsansa, burada sən darabə baş verir. Bunun adına darabə deyilir. Bunu yadınızda saxlayın. Ərəbcədə darabə feili yalnız vurmaq demək deyil. Quranda bu feil tətbiq etmək, misal çəkmək, səfərə çıxmaq, vaz keçmək, üzərinə qoymaq, uyğunlaşdırmaq, əlaqələndirmək kimi anlamlarını barındırdığına rast gəlmiş oluruq. Bu kontekstdə vurmaq kimi kobud bir fiziki hərəkət deyil, bədəndən ayrılmış hissənin yenidən aid olduğu yerə tətbiq nəzərdə tutur, tətbiqi nəzərdə tutur. Yəni, məsələn, deyək ki, başını kəsiblər. Bu başı götürüb onun bədəninin üstünə qoymağı darabə deyir. Qolumu kəsilibdir, qan axmadan mı ölübbü? Qolunu qaytarılıb kəsilən yerə qoymaq. Yəni, bədən üzvlərinin öz yerinə qaytarıb intiqal edilməsi, qoyulması prosesini darabə sözü ilə Allah ifadə etmişdir burada. Bunun dəlili nədir desəniz, bu mənə Bəqərə surəsi 259-cu ayə ilə açıqlanır. Ayə nə deyir? Allah orada bir nəfəri 100 ildən sonra təzdən oyadır, dirildir, yəni ayaqlandırır, canlandırır və nə qədər yubandığını soruşur və o da bir günün bir hissəsi dedikdən sonra deyir, əksinə burada 100 ildir yubanmısan, yeməyinə, suyu, içkinə bax, ondan sonra isə eşyəyini göstərir ona. Və o zaman Allah ona deyir, fənzur ilə izamihə, belə isə nəzər sal onun sümüklərinə. İzam, sümük nə halda oldu? Qadın qayıdış olaraq, hu ilə gətirmədi. Nəfs dediyimiz cinsi müənnəsdədir. Ona görə hə ilə qaytarır. Deməli, bədənin hər hansısa bir hissəsi, bədəninin bir hissəsi olduğuna görə, sənin özünə aid olduğuna görə nəfs adlana bilər. Anlaşıldı? Keyfə nunşizuha summə nəqsuha ləhmən. Gör, onu necə bir-birinin üstünə qoyub, nunşizuha, darabəhu, o ölüyə vurun, onun bəzisi ilə ifadəsi ki var, həmən o bəzisini onun üzərinə vurun deyəndə burada nunşiz kəlməsi, bir şeyi götürüb bir şeyin üzərinə qoymaq. Bu, məsələn, başqa yerlərdə də işlənir. Məscidlərdə sizə qalxın, yer verin deyildiyi zaman qalxın, yer verin ki, Allah da sizin dərəcənizi yüksətsin deyə bir ifadə keçmişdir. Orada həmən bu nunşiz kəlməsi orada da işlənmişdir. Və yaxud da ki, bir qadınlarınızın nüşuzundan qorxusunuzsa, yəni qalxıb öz həyat yoldaşlıq məqamını başqalarına üçün açıb o yeri boşaldırsa da bundan, yəni boşanmanı ifadə edir. Və yaxud da kişilərinizin nüşuzundan qorxursunuz. Nisa surəsi 34 və yaxud da 127-128-ci ayələrdə biz bunu görmüş oluruq. Yəni nüşuz Quranda 4 yerdə işlənibdir. 2 orada, 1 burada, bir də qalxın yer verin deyilən bir ayə var. Onun Mücadilə surəsidir, bilməm, yadımdan çıxmışdır. Baxaq, deyə bilərik inşallah onu. Bəli, Mücadilə surəsi 11-ci ayətdə keçmişdir. Düz demiş yerini. Deməli, biz buradan anlayırıq ki, nunşiz, burada Allah deyir ki, bax ki, biz onun sümüklərini necə bir-birinin üzərinə qoyub, sonra ona necə ət geyindirlikdə bir ifadə işlədir. Burada sümüklərin bir-birinin üzərinə qoyulması nunşizuhə, sonra onların ətlə örtülməsi dirilmə prosesinin mərhələli olduğunu göstərir bizə. Deməli, Bəqərə 73-dəki
Darabə, Bəqərə 259-dakı nunşizhə ilə eyni dirilmə mexanizminin işarə edir. Anlaşıldı. Qur'anda dirilmə modeli vahid prinsipdir. Tək bir prinsiplə ortaya qoyulmuşdur. Qur'an ölülərin dirilməsini müxtəlif ayələrdə eyni prinsip üzrə izah etmişdir. Baxanlar, Bəqərə surəsi 259, 260 ayələri. Sümüklərin yığılması, sonra ətlər örtülməsi. Müminin surəsi 23-cü surə. Ana bətnində bir uşağın yaranma prosesini Allah açıqlayır 14-16-cı ayələrində. Bətində mərhələli yaradılışı göstərir. Həc surəsi 5-ci ayə. Torpaq, nütvə, ət, sümük olaraq mərhələni açıqlayır. Rum 19. Ölüdən diri çıxarılması məsələsini ortaya qoyur. Bu ayələrin hamısı başqa bir varlığın ət ilə diriltmə yoxdur. Ətlə birini vurub diriltməsindən heç bir yerdə bəhs yoxdur. Dirilmə öz maddəsi üzərində baş verdiyi göstərilir. Yəni sənin özünə aid olan bir şey üzərində baş verir. Bu səbəbdən ölünün inəyin əti ilə dirildiyini iddia etmək, bu səbəblə ölünün inək əti ilə dirildildiyini iddia etmək Qur'ani dirilmə modelinə zid gəlir. Ayələr arasında uyğunsuzluq yaradır. Və nəticədə məntiqsiz, hətta ironik nəticələrə aparıb çıxarır. Kəzəlikə yuhyillahul mevt. Gəldik elə belə deyək də, o pik nöqtəyə yetişdik. Çox önəmli bir dənə yeridir burada. Dediklərimizin hamısı bu kəlmə ilə sabitlənmiş olacaqdır. Allah ölüləri beləcə dirildir. Bu beləcə sözü var ha, kəzəlikə kəlməsinin altına bir dənə xətt çəkin. Bu sünnətullahı göstərir. Yəni dəyişməz olan qanun budur. Əgər desək ki, ölünü inəyin əti ilə dirildir, davamlı olaraq qiyamətdə də bu proses olmalıdır. 73-cü ayənin davamı həlledicidir. Kəzəlikə yuhyillahul mevtə. Buradakı kəzəlikə beləliklə, bu üsulla, bu prinsip üzrə deməkdir. Məna budur. Yəni, bu hadisə təkcə bir cinayətin açılması deyil, qiyamət dirilməsinin model kimi təqdim olunur. Əgər dirilmə inək əti ilə olsaydı, bu model ümumiləşdirilə bilməzdi. Halbuki ayə açıq şəkildə ümumi ilahi qaydanı göstərir. Bir də təkrar edirəm. Əgər dirilmə inək əti ilə olsaydı, bu model ümumiləşdirilə bilməzdi. Kəzəlikə ilə gətirməməlidir Allah. Aydındır. Halbuki ayə açıq şəkildə ümumi ilahi qaydanı göstərir axırda. Nəticə. Bəqərə 72 və 73-cü ayələri inək əti ilə sehirli diriltmə hekayəsi deyil. Bu nağılı qoyun qırağa. Nədir bə? 2. Qətlin ifşası üçün qurulmuş psixoloji, ictimai birinci bir sınaq olur. Görək kim cinayətin açılmasını istəyir, kim istəmir. 3. Ölünün öz bədənindən ayrılmış hissə vasitəsilə dirildilməsi prinsipini göstərir. 4. Qur'anda başqa ayələrdə izah edilən dirilmə mexanizmi ilə tam uyumludur bu deyilən özdə. 5. Darabə feilinin mənası burada təmas etdirmək və tətbiq etməkdir. Fiziki döymə deyil, yəni kimisə kimdən nəyləsə döymək, vurmaq anlamında keçmir yəni. Qısası bu pasaj nağıl deyil, metod dərsidir. İnək vasitədir, həqiqət isə dirilmənin ilahi qanunudur. Anlaşıldı? Burada mənim sözüm inşallah yekunlaşdı. Yəni, məncə bu mövzuda hər kəs aydın başa düşər ki, heç bir təəssübkeşlik eləmədən anlayar ki, həqiqətən də Qur'an özünü çox gözəl bir şəkildə açıqlayan və həqiqəti ortaya qoyan bir kitabdır. İnsanlar orada sanki özləri nəsə yeni bir şey tapırmış deyə uydurmağa başladığı zaman düzəltmək əvəzinə alt-üst etmiş olurlar. Bizdə bir məsəl var. Yəni, deyir, qaş düzəltmək istəyirdi, vurdu göz çıxartdı. İndi zaten bunun Qur'an mükəmməldir. Sən mükəmməl bir şey sanki naqis imiş kimi davranıb ora bir şey artırmağa çalışdığın zaman
aləmi bir-birinə qatmış olursunuz. Ona görə də Allahın həqiqətləri aşkardır. Allah bizi haqq yoldan ayırmasın. Salam olsun hidayətə tabi olanlara.